Salam qızlar. Bugün podruqamla maraqlı bir vlog hazırladım. Salam. Bugün Torpaq çərşənbəsidir və hər kəsin bayramını təbrik edirik. Bayramınız mübarək. Və bugün ailəmizdə daha bir önəmli gündür. Qardaşımın doğum günüdür. Ona ən xoş arzularımı diləyirəm. Amin. Mən də təbriklərə qoşuluram. Biz podruqamla bugün nəhayət ilk dəfə mətbəxə keçid edəcəyik. Biz getdik. Xoş izləmələr. Və beləliklə mən tortun tərkibini hazırlamağa başladım. Bu günləri bananlı tort hazırlayacağım. Qardaşımın ən sevimli tortudur və təbii ki mənim əllərimdən. Tortun üzərini kremləməyə başladım. Və daha sonra podruqam öz əlləri ilə bananları düzməyə başladı. Çox asan və sadə üsulla hazırladı. Beləliklə hazırdır. Elə tort hazır olduqdan sonra keçid etdik lavaş salatını hazırlamağa. Bugün ancaq qardaşımın zövqü olan yeməklərdən hazırladım. Və beləliklə salatımız hazırdır. Və beləliklə keçid etdik Qubad daşına. Podruqam öz əlləri ilə bizim üçün Qubad daşı hazırladı.